Salam dostlar, hər birinizi xoş gördük bugünkü dərsimizdə. Bugünkü dərsimizdə biz insert menüsündə comment, header and footer, text və simvollar başlıqları ilə dərsimizə davam edəcəyik. Deməli, birinci hissədə header and footer hissələrini nəzərdən keçirək. Deməli, birinci headerlər var. Headerlər nə deməkdir? Səhifəyə başlıq əlavə etmək üçün istifadə olunan hissələrdir ki, həmin hissədə blank hissəsi, yəni boşluq, blank 3 column, 3 hissədən ibarət boşluqlar, Austin qıraqda xətt vasitəsilə olanlar, banded ətrafı rəngli olanlar var. Və sizin burada daha əlavələrdən də istədiyinizi, sizə hansı uyğundursa, həmin onu seçərək öz dokumentinizdə uygulaya bilərsiniz. Aşağıda isə gördüyünüz kimi more headers from office.com, yəni ofisin öz saytından daha çox headerləri götürə bilərsiniz. Edit header o deməkdir ki, burada olan başlığı siz düzəltə edə bilərsiniz onun üzərində. Remove header başlıqları yoxa çıxartma, onları buradan silmək kimi işə yarayır. İkinci hissə footerdir. Headerdə olduğu kimi footerdə, yəni sonluğa bir şey əlavə etmək üçün, başlıq əlavə etmək üçün, sonluq əlavə etmək üçün, daha doğrusu üzr istəyirəm, istifadə olunur. Burada şablonlar var ki, əgər sizə hansı uyğundursa, siz onlardan istifadə edə bilərsiniz. Yenə headerdə olduğu kimi more footer from office.com, yəni ofisdən daha çox footer əlavə etmək, edit footer düzəliş etmək üçün, remove onu silmək üçün istifadə olunur. Növbəti hissə page number hissəsidir ki, səhifənin nömrələmək üçün istifadə olunur. Top of page o deməkdir ki, səhifənin yuxarı hissəsində səhifənin nömrələr. Yəni, səhifəyə nömrə qoyduqda, həmin nömrə səhifənin yuxarısında yazılacaq. Buradan istədiyiniz vəziyyəti seçə bilərsiniz. Yəni, sizə hansı daha xoş görünürsə, həmin nömrələməni seçə bilərsiniz. Və ya more page number from office.com, office.com-dan özünüz üçün daha çox page nömrələri seçə bilərsiniz. Bottom of page, yəni səhifənin aşağı hissəsində səhifəyə nömrə verirsiniz. Burada gördüyünüz kimi daha çox seçənəklər var. Hansı sizə uyğundursa onu seçə və səhifənizi nömrələyə bilərsiniz və yaxud da office.com-dan daha çoxlarını əldə edə bilərsiniz. Page margins o deməkdir ki, marginləri biz demişdik. Marginslər o deməkdir ki, səhifəyə mətnin abzasların, daha doğrusu abzasların hardan başlayıb, harda bitməsi ilə bağlı bizi müəyyənləşdirmək üçün bizə kömək edir. Current position, yəni indiki əgər kursor hara qoyulubsa, həmin oradan nömrələmə üçün istifadə olunur. Yenə bunda da office.com-dan müxtəlif yazı növlərini endirə bilərsiniz. Format page numbers, yəni səhifənin nömrələnməsini buradan öz formatınızı seçə bilərsiniz. Remove page number isə səhifələrə qoyduğunuz nömrələmələri buradan hamısını silə, onları dokumentinizdən qaldıra bilərsiniz. Text box o deməkdir ki, bir box seçirsiniz, text box seçdik məsələn, bir hissə ayırırsınız həmin ona görə və burada bunun içərisini özünə istəyirsinizsə həmin yazı ilə asanlıqla doldura bilərsiniz. Buradan doldura bilərsiniz. Buradakı növbəti hissələrimiz isə Cubix partdır və Word art hissələridir. Cubix part ondan ibarətdir ki, auto text, yəni mətndə yazdığınız, daha doğrusu dokumentdə yazdığınız mətnləri burada boyutunu düzəltmək üçün istifadə olunur. Document property, yəni buradan yazıcını, kategorini, kommentləri, kampaniyaları hamısını buradan əlavə edə və yaxud da silə bilərsiniz. Fieldlər ondan ibarətdir ki, yəni insert field dediyimizdə burada kateqoriyaları falan əlavə edə bilərik, formulları əlavə edə bilərik. Bu işə yarayır. Word art isə
sözlərin yazılışında istifadə etdiyimiz hərflər, daha çox bunlar başlıqların yazılmasında istifadə olunur. Yəni burada effektlərin verilməsi ilə biz buradan Word Art'dan istifadə edə bilərik. Signature line mətinə imza hissəsi əlavə edir. Məsələn, yəni buradan imza çəkicinin adını qeyd edirik və yaxud da sonra buradan isə bu hissədən onun nə işlə məşğul olduğunu və e-mail adresini əgər yazmaq istəyirsinizsə yazırsınız. OK dediyimizdə isə signature line əlavə edir. Date and time bura, yəni seçdiyimiz dokumentə vaxtları əlavə etmək üçün istifadə olunur. Language-i buradan dəyişdirə bilərsiniz. Bir dəqiqə. Language-i buradan dəyişdirə bilərsiniz və buradan istədiyiniz formatda olan tarixləri əlavə edə bilərsiniz. Obyektlər nə işə yarayır? Obyektlər başqa proqramlardan bura hər hansı faylların daxil edilməsi imkanını bizə sunur. Yəni istədiyiniz hər hansı bir, məsələn, CorelDRAW var və yaxud da AutoCAD var, Photoshop, Adobe Photoshop, Image 13 var məsələn. Yəni onları bura daxil edə bilərsiniz. Növbəti hissə equation hissəsidir ki, equation ingiliscədən tərcümədə düsturlar deyək, düsturlar hissəsidir. Yəni buradan düsturları əlavə edə bilərik və onları, bunlar Word-ün bizə təqdim etdiyi şablon düsturlardır. Buradan more equation from office.com, ofisdən daha çox equation əlavə edirsiniz. Insert new equation, burada artıq equation'ınızı siz özünüz yazırsınız. Bu barədə birazdan danışacağıq. Insert menüsü. Simvollar nə deməkdir? Simvollar bizim kompüterimizin klaviaturasında olmayan simvolları əlavə etmək üçün istifadə olunur. More simbol dediyimizdə burada daha çox simbol qarşımıza gəlir və istədiyimizi buradan seçib dokumentimizə yerləşdirə bilərik. Equation'larda Insert equation dediyimizdə qarşımıza design paneli pəncərəsi açılır ki, həmin pəncərə barədə baxaq pəncərədə nələr var. Birinci equationlar var, yəni bizə ofisin təqdim etdiyi şablon equationlar var. Inc equation biz özümüzün yəni buradan məsələn yaza bilərik, yəni istədiyimizi yazırıq buradan. Professional liner xətti, ABC normal text vəziyyətində yazmamızı deyir. Burada riyazi hesablamalarda istifadə olunan funksiyalar var. Bərabərdir, yer təqribən bərabərdir, vurulsun, bölünsün kimi şeylər var. Bunlar bizim üçün lazım olur. Fractionlar bölünmə zamanı istifadə olunan müxtəlif cür formatlardır ki, istifadə edə bilərik. Bunlar dərəcələrin yazılmasında istifadə olunur, radikal köklərin yazılmasında istifadə olunur, integralların yazılmasında, samların yazılmasında, bracket mötərizələrdir ki, bunlar böyük mötərizələr, kiçik mötərizələr hamısı burada var. Functionlar sinus, kosinus, tangent, kotangent kimi. Sonra belələri var, limitlər var, logaritmlər var. Operator, bunu mən bilmirəm nə işə yarayır. Ancaq bu da yəni hər hansı bir riyazi hesablamadır, ancaq qarşılaşmadığım üçün, mənə lazım olmadığı üçün hansı işə xidmət elədiyini bilmirəm. Matrixlər də var, matrixləri də bilirsiniz yəqin ki. Belə, insert menüsünü də başa vurduq dostlar. Bugünkü dərsimizdən bu qədər. Əgər videonu bəyəndiysəniz, video sizə yararlı oldusa bəyənməyi və mümkündürsə paylaşmağı unutmayın. Əgər hər hansı bir sualınız varsa, burada kommentlərdə soruşa bilərsiniz və ya sosial media hesablarında məndən soruşa bilərsiniz. Təkliflərinizi və iradlarınızı bildirməyi unutmayın. Gələn dərsdə görüşmək üzrə. Sağ olun dostlar.